İlk imtahanda istifadə olunmuş belə bir suala baxaq. Sinus x 0,5 sinus 3x sinus 5x ədədi silsiləmə gətirir. Bu tənliyin 0-90 dərəcə aralığındakı hədlərinin cəmini tapın. Deməli, bu hədlər əgər ədədi silsiləmə gətirirsə, onda birinci hədd sinus x, ikinci hədd 0,5 sinus 3x, üçüncü hədd isə sinus 5x olacaq. Bilməliyik ki, ədədi silsilədə ikinci həddin 2 misli bərabərdir birinci hədd ilə üçüncü həddin cəmini. Biz bura tətbiq eləsək, alırıq ki, 2 vurulsun 0,5 sinus 3x bərabərdir sinus x plus sinus 5x. Və burada sadələşdirsək, alırıq ki, sinus 3x bərabərdir sinus x plus sinus 5x. Sinus x-dən sinus 5x-in biz cəmin hasilə çevirmə üsulunu tətbiq eləsək, alarıq ki, sinus 3x bərabərdir 2 sinus 3x vurulsun kosinus 2x. Buradan tənlik kimi həll eləsək, alırıq ki, sinus 3x, yaxud da ki, sinus x 3x-ləri də apara bilərdik. Mən tənlik kimi həll edəcəm. Sinus x çıxılsın 2 sinus 3x vurulsun kosinus 2x bərabərdir 0-a və buradan sinus 3x-i çıxarsaq, qalır 1 çıxılsın 2 kosinus 2x bərabərdir 0-a. Və vuruqların hər biri, əgər hasil 0-a bərabərsə, o zaman vuruqların hər biri 0 olmalıdır. Buradan alırıq ki, sinus 3x bərabərdir 0-a və buradan 3x bərabərdir pk və buradan da alırıq ki, x bərabərdir pi bölünsün, daha doğrusu pk bölünsün 3-ə. Biraz da sadələşdirsək, 60 qalmış olaraq. Və digər tərəfdən bir yanda vuruğumuz var idi ki, bu da 1 çıxılsın 2 kosinus 2x 0-a bərabər olmalıdır. Buradan kosinus 2x alacaq, 2-də 1 və 2x bərabərdir. Kosinus 2-də 1 də alacaq, plus minus pi bölünsün 3 plus pi n-də. Və buradan x bərabərdir plus minus pi bölünsün 6 plus pi n. Daha doğrusu burada 2 pi n olmalıdır. Düzgün qeyd eləyək. 2 pi n və buradan alınacaq elə pi n-in özü. Buradan alacaq pi n. Və biraz da bunu sadələşdirsək, bu da bərabərdir plus minus 30 plus 180 n şəklində yaza bilərik. İndi biz burada belə deyək, bu x1 olsun, bu x2 olsun, köklərimizdir. İndi bunlara n-ə və k-lara qiymət verərək bu 0-90 dərəcə aralığında olanları təyin edəcəyik. Biz burada x1-i təyin eləyək. x1 təyin eləmək üçün birinci olaraq mən k-ya 0 versəm, o zaman x1-i alacam, x1 bərabərdir 0. Mən k-ya bir qiyməti versəm, x1-i alacam 60. Artıq k-ya 2 qiymət verməyə dəyməz, çünki versə 120-dir və o 90 dərəcədən böyük qiymət eləmiş olur. Və bu aralığa düşən 60 dərəcə oldu. Buradan 60 götürürük. Digər tərəfdən isə n-ə qiymət versək, buradan n-ə aparıb 0 versək, o zaman alırıq ki, x2 bərabərdir 30 olmuş olur. Daha doğrusu 30 dərəcə. N-ə bir qiyməti və yaxud da ki, belə deyək, burada n-ə 1-2 qiyməti versək, artıq bu aralığa düşməyəcək və burada biz plus 30, daha doğrusu bir dəfə müsbət 30 gəlsin 180, bir dəfə mənfi 33 gəlsin 180 n halına baxacaq. Ancaq orada mənfiyə baxmağa ehtiyac yoxdur. Heç bir halda bu aralığa düşməyəcək. Ona görə mən müsbət halına baxdım. Yəni burada da 30 dərəcə ödəmiş olacaq. Bir 60 dərəcə, biz 30 dərəcə olacaq. Cəmisi bizə verəcək 90 dərəcə. Deməli, testimizin doğru cavabı olur. Həllərin cəmi soruşmuşdur, cavab olacaq 90.